أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا وسيد المرسلين محمد وآله الطاهرين. واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Möhtərəm möminlər, möhtərəm möminələr, xanım Fatimə Zəhra salamullah aleyhanın şəhadət məclisinə cəm olmuşuq. Allah and verək izzət və cəlalına. Allah dünya və axirət bizi bu xanım və onun atasından, yoldaşından və pak övladlarından ayrı salmasın inşallah. Dünyada ziyarətlərin, axirətdə şəfaətlərin bizlərə nəsib eləsin. Allah xanıma xatir xəstələrimizə şifa inayət eləsin. Bizləri bağışlanmışlardan qərar versin. Onun övladı, zamanəmizin sahibi İmam Zaman ağanın zuhuru ilə möminləri sevindirib bütün bu dünyanı abad eləsin inşallah. Bizləri də ağanın zuhuruna hazır olanlardan qərar versin. Aqibətimizi, axirətimizi xeyirli və izzətli qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi 3 dəfə ucalı salavatla yad edək. Resul-i Ekrem sallallahu aleyhi ve alihi ve sellemin vefatından sonra baş verən ən ağır hadisələrdən biri xanım Fatimə Zəhra salamullah aleyhanın şəhadətidir. Düzdür, biz bu hadisəni qeyd eləyərkən deyirik, xanım salamullah aleyha Peyğəmbərdən ya 75 gün sonra və yaxud 95 gün sonra şəhid oldu, yəni bu qədər yaşadı və bəzi rivayətlərdə də 40 gün. Lakin bu onun şəhadət günüdür. Buna diqqət eləmək lazımdır ki, xanım şəhadətinə qədər evində xəstə yatdı. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin vəfatından və yaxud şəhadətindən 3 gün sonra bunlar Həzrəti xanım Fatimə Zəhra salamullah aleyhanın evinə hücum elədilər. Hücum hadisəsi baş verdi 3 gündən sonra. Bəli, xəstə yatdı. Şəhadəti ya 75, ya 95 indi, ya da ən azı 40 gün deyənlər var. Bu özü həqiqətən də ağıl sahiblərini dəhşətə gətirən böyük bir hadisədir. Peyğəmbərin vəfatından 3 gün sonra. Belə bir sual verək. Yaxud 2 dənə sual verirəm. Elə söhbətimi də o 2 sualın ətrafında qururam. Onlara cavab verməklə və məsələni qoy ətraflı şəkildə biz başa düşək. Birinci, yaxşı Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmi görən şəxslər, Peyğəmbərlə bərabər olan şəxslər, onun sahabələri mümkündürmü ki, Peyğəmbər vəfat eləyən kimi yollarını açsınlar? Bu sual önəmli sualdır, buna görə cavab verək. Nə oldu da bunlar Peyğəmbərin arxasına namaz qılırdılar? Resul-i Ekrem sallallahu aleyhi və aleyhi və səlləmi gözlə görmüşdülər, eşitmişdülər. Xanım Fatimə Zəhra barədə dediyi sözləri eşitmişdülər. Xanım Zəhraya etdiyi ehtiramı görmüşdülər. Bütün bunları görmüşdülər. Necə oldu ki, bunlar Peyğəmbərdən sonra, vəfatından sonra
Peyğəmbər 3 gündür vəfat edib, onun evinə hücum edirlər. Bu mümkündür ya mümkündür? Bu bir. Buna cavab verək ki, mümkündür ya yox. İkinci sual da bundan ibarət olsun ki, yaxşı, əgər belə bir şey baş veribsə, bu boyda səhabələri dəyişən nə oldu? Səbəb nə idi də bu? Yəni, həqiqətən insana təəccüblü gəlir ki, belə şəxsiyyət, Peyğəmbər kimi bir şəxsiyyətin səhabələri onunla çiyin-çiyində döyüşənlər, bu asan məsələ deyil, insanın ağlını çaşdıran məsələdir. Gələk başlayaq birinci sualdan. Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra onun səhabələrinin yollarını azması, Peyğəmbərin əksinə getmələri mümkün bir hadisədirmi? Deyirlər ki, mümkündür. Bunlar səhabədirlər. Və səhabələr də səhv eləyənməzlər. Onlar göydəki ulduzlar kimidirlər. Belə bir iddia var. Hansı birinin ardınca getsiniz, hidayət olarsınız. Biz bu suala cavab olaraq, əziz qardaşlar, bu günləri biz elə bir əsrdə yaşayırıq ki, elmdə əldə eləmək asanlaşıb, məlumatları da əldə eləmək asanlaşıb. Buna görə bu dediyim bir neçə məsələyə diqqətlə qulaq asın. Əvvələn, Qur'an-ı Kərimin özü öz ayəsində, Ali-İmran surəsinin 144-cü ayəsində Allah subhanahu və teala açıq-aşkar deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra səhabələrin, onun ətrafında olanların yollarını azmaları mümkündür. Bu bir hadisədir ki, olacaq. Allah Qur'an-ı Kərimdə baxın bu ayədə deyir, وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ اللهم صل على محمد وعلى آله قد خلت من قبله الرسل أفإن مات أو قتل انقلبتم على أعقابكم ومن ينقلب على عقبيه فلن يضر الله شيئا وسيجزي الله الشاكرين. Bir Muhammed ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib gediblər. Bu sonuncu peyğəmbərdir. Əgər o ölsə, bu sözə diqqət edin. Əgər o ölsə və ya öldürülsə, yəni şəhid olsa, siz geri mi dönəcəksiniz? Yəni yolunuzu azacaqsınız. Dininizdən dönəcək və yaxud döyüşdən qaçacaqsınız siz, əgər peyğəmbər olmasa. Halbuki geri dönən şəxs Allaha heç bir zərər verməz. Kim peyğəmbərdən sonra çaşır, o çaşmağın, yolunu azmağın zərəri kimə çatır? Çaşan o insana, dönən o insana. Lakin Allah şükür edənlərə mükafat verir. Bu günləri gəlin, biz bu ayə barədə iki cümlə deyək. Bu ayə bu günləri bütün müfəssirlərdə, müsəlman alimlərində nə vaxt nazil olub, nə üçün nazil olub? Təbii ki, biz bilirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə nazil olan ayələr ancaq o zamana olan, onun zamanında yaşadığı dövrə aid deyil. Peyğəmbərin gətirdiyi hökm, şəriət, baş verən hadisələr ondan sonra da nədir? Qüvvədədir. Bu ayə Uhud müharibəsində Peyğəmbərə nazil olan ayədir. Uhud müharibəsində mənim qardaşlarım nə baş verib? Bədir müharibəsində ki, müşriklər məğlub oldular, bunlar dəstə götürüb 3000-dən ibarət döyüşçü ilə Mədinəyə nə elədilər? Hücum elədilər. Peyğəmbər də, indi hadisənin təfərrüatı ilə işim yoxdur. Ədəd çox deyildi, 700 nəfərlə Peyğəmbər bunlarla döyüşməyə gəldi. Gəldilər Uhud dağında, Mədinədən biraz xaricdə, gedənlər onu görüblər. Allah hamınıza Peyğəmbərin qəbrini və həcc ziyarətini nəsib eləsin inşallah. Biraz aralı bir yerdədir də, çox da uzaq deyil. Haman o yerdə iki qoşun 3000 nəfərlə 700 nəfər üz-üzə qaldı. Peyğəmbər bir ordu rəhbəri kimi, bir peyğəmbər kimi, bir rəhbər kimi öz ordusunu nə elədi? Nizama saldı. Strateji yerləri təyin elədi. Orada atıcılar, nəzarətçilər təyin elədi. Bir çox strateji bir yer vardı ki, dağın üstündə, qayanın yanında, oradan arxadan düşmən hücum eləyə bilərdi.
Diqqət edin, hücum edə bilərdi. Ona görə Peyğəmbər bir qrup insanları orada, sahabələri saxladı və onlara əmr elədi. Dedi, bax, bu yer qorunmalıdır. Birdən mən də ölsəm belə, birdən nə baş verirsə versə, biz qalibik, məğlubuq, hadisə, döyüş necə gedəcək sizə aidiyyəti yoxdur. Siz bu yeri tərk eləməməlisiniz. Əmr nə idi? Bu yer elə bir yerdir ki, birdən mənim də şəhadətimi gözünüzlə gördünüz, o yerdən nədir? Getməməlisiniz. Nə oldu, qardaşlar? Uhud müharibəsində Peyğəmbər 700 nəfərlə çəkdiyi plana görə o 3000 nəfərə qələbə çaldı. Müharibə qutaran vaxtı nə oldu? Burada qayada, hamam bu dağın üstündə olanlar ki, ora qoruyurdular. Gördülər, aşağıdakılar qalib gəliblər. Bu müşriklərin 3000 nəfərin qənimətlərini nə edirlər? Götürürlər də, döyüş qəniməti götürürlər. Döyüş qəniməti götürürlər. Ya Allah, döyüş qəniməti dağdan hamısı. Peyğəmbərin əmri də yaddan çıxdı, dediyi söz də yaddan çıxdı. Hamı qaçdılar, getmə hara? Döyüş qənimətini əldə eləməyə. Düşmən, xulasa deyirəm, düşmən arxadan hücum elədi. Hətta az qala ki, nədir? Peyğəmbər sallallahu aleyhi və səlləmi qətlə yetirirdilər. Peyğəmbər üzündən yara aldı. Peyğəmbərin dişi sındı. Hətta şaiyə yayıldı ki, nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm haman döyüşdə nədir? Şəhid oldu. Hansı ki, Peyğəmbər o döyüşdən yaralı çıxdı, amma əmisi Seyyid-i Şühəda Həmzə aleyhir-rəhmə şəhid oldu döyüşdə də. Böyük ziyan çəkdilər. Nəyin sayəsində? Bir neçə sahabənin səhlənkarlığı sayəsində. Hadisə bununla da bitdi, yox. Orada Peyğəmbərin ölüm şaiyəsi yayılan zaman bəzi sahabələr tədbir tökdülər. Nə eləyək? Gedək düşmənin yanına, xahiş eləyək ki, biz səhv eləmişik, qoşulmuşik Muhammədə də. Əbu Süfyanın yanına gedirdilər. Bir neçə nəfərin planı belə idi. Gedək biz Əbu Süfyandan üzr istəyək, düşək onun ayaqlarına ki, bizi bağışla, daha bu din yoxdur. Hər şey getdi də, Muhammed idi bizim rəhbərimiz, o aradan getdi, məsələ bitdi. Lakin sonradan bildilər ki, Peyğəmbər nədir? Şəhid olmayıb, yaralıdır, gəldilər, üzr istədilər. Peyğəmbər indi onları danladı ki, mən sizə belə deməmişdim, biz qələbə salmışdık, sizin səhlənkarlığınız bizi bu vəziyyətə saldı. Təbii mən bu hadisənin işim yoxdur. İndi mən bu hadisəni sizə danışdım. Bir miqdar agah oldunuz məsələdən. Əziz qardaşlar, belə bir iddia var ki, səhabələr necə oldu ki, Peyğəmbərdən sonra çaşdılar, yolunu azdılar. Peyğəmbər var ikən dünya malına görə gedib çaşdılar. Çaşdılar, çaşmadılar. Hələ Peyğəmbər var orada. Peyğəmbər var ikən onun sözünə əməl eləmədilər. Belə idi. Rasulullah dedi, mənim şəhadətimi görsüz də oradan çəkinməməlisiniz. Amma nə elədilər? Qaçdılar. Yaxşı, əgər Peyğəmbər sağ ikən dünya malına görə, qənimətə görə, 5 quruşa görə Peyğəmbəri əmrini heçə sayıb, oranı tərk edən insan varsa, Peyğəmbər vəfatından sonra bu mümkün olmaz. Ha? Ondan da daha dəhşətlisini eləyirdi. Belə deyil, qardaşlar. Bu məntiqi bir şeydir də. Bu bir. İkinci, bunlar Peyğəmbərin ölüm xəbərini eşidən kimi, bu şaiyə ki, yayıldı eşidən kimi, plan qurdular, gedib düşmənə tabi olmağa səy eləyirdilər ki, bizi bağışlasın, bizi öldürməsinlər ki, biz səhv eləmişik, Peyğəmbərin ardınca getmişik. Belə insanlar, onlar orada olanlar səhabə idilər, səhabə deyildilər. Bu işi icra eləyənlər səhabə idilərsə, ya səhabə deyildilər. Yaxşı, qardaşlar, əgər bu işi icra eləyən səhabə idisə, hələ Peyğəmbərin varlığında bunu eləyirdisə, kim bizə zəmanət verir ki, bunlar Peyğəmbərin vəfatından sonra belə bir işlərə əl atmazlar. Ona görə birinci sualın cavabı qısa şəkildə nədir? O şəxslər ki, deyirlər, bu mümkün deyil. Necə oldu ki, Peyğəmbər vəfat eləyən kimi bunlar çaşdılar? Yəni, Peyğəmbərin vaxtında çaşıblar bunlar. Bir hadisə də deyim sizə. Peyğəmbər yəni, ölüm yatağında idi. Xəstə yatırdı. Üsamə bin Zeydi qoşuna rəhbər nə elədi, təyin elədi, Romanın fəthinə görə göndərdi də, belə deyir. Gör, Peyğəmbər sallallahu aleyhi və səlləm hamısını tanıyırdı onları. Nə üçün Peyğəmbər bir qoşun təyin eləyir, ona bir rəhbər təyin eləyir, Peyğəmbər Üsamə bin Zeyd cavan olur. Hələ bu da bir məsələdir ki,
çoxları Üsamənin rəhbərliyini nə eləmirlər, qəbul eləmirlər. Deyirlər o nədir? Uşaqdır o. Uşaqdır, böyüdür, cavandır, nədir? Peyğəmbər əmr eləyir sənə. Sən Peyğəmbərin üzünə onun əmrindən çıxa bilirsənsə, sən təhlükəli insansan. Ona görə də Peyğəmbər məcbur qaldı, nə dedi? Dedi, Allah lənət eləsin Üsamənin qoşunundan qaçanlara və geriyə qalanlara. Bu lənət kim üçün? Bizə lənət edirdi Peyğəmbər. Biz Üsamənin qoşunundan geridə qalmışıq ya, onun dövründə onun sahabələri qalıblar. Və yaxud onun sahabələrinin Üsamənin qoşunundan geridə qalma ehtimalları vardı. Və Peyğəmbər bilirdi onları. Onların imanını, nəfsini bilirdi. Bunlar nə eləyə bilərlər? Rasulullah kimi bir şəxs aləmlərə rəhmət, lənət eləyir ona. Onlara, o qaçanlara. Biz deyək, gələk deyək ki, yox, mümkündür, mümkündür. Niyə Peyğəmbərin üzünə mümkündür deyirlər. Sən bunu təyin edirsən, o bizdən uşaqdır. Biz onun rəhbərliyini qəbul eləmirik. Fikir verirsiniz buna. Ona görə baxın, əziz qardaşlar, məsələni belə təəssüblə yox, yavaş-yavaş incələmək lazımdır. Birinci sualımız nə idi? Mümkündürmü ki, Peyğəmbərdən dərhal sonra səhabələr çaşsınlar? Cavab, bu şərhlə mümkündür və heç bunda şək də yoxdur. Peyğəmbərin zamanında bunu ediblər. İkinci sualımız nədir? Yaxşı, axı bunlar Peyğəmbərin sözlərini eşidən, Qur'anın nazil olan şəhərində, vəhyin nazil olan vaxtında möcüzələri görən, Peyğəmbərlə bərabər olan nə oldu da bunlar çaşdılar da? Səbəb nədir? Ümumiyyətlə, biz o səbəbləri araşdırmaqla da bugünümüzə onu şamil eləməliyik ki, necə olur da insan çaşır, nə səbəb olur insan çaşır? Xanım Fatimə-i Zəhra salamullah aleyha Seyyidətü Nisa'il Aləmin öz gözəl xütbəsi Xütbətül Fədəkiyyə. Xanım Zəhranın gözəl bir xütbəsi var. Orada öz haqqını tələb eləməyə sözlər deyir. Fədəkiyyə xütbəsi adlanır o. Fədəkiyyə xütbəsində Xanım Zəhra səhabələr, Peyğəmbərin səhabələri nə üçün yollarını azdılar, onu öz sözlərində izah edir. Özü Xanım Zəhra deyir, siz nə üçün bugünə qaldınız? Ondan onu deməzdən qabaq, əziz qardaşlar, mən istəyirəm bir kiçik müqəddimə deyim sizə. Hər bir insanın çəkisi var. Hər bir insanın iki çəkisi var daha doğrusu. Bir maddi çəkisi var, bir də var mənəvi çəkisi. Bizim maddi çəkimiz bəllidir də. Biri 60 kilodur, biri 70 kilodur, biri 100 kilodur, biri 120 kilodur. Bu indi özünə görə, bədəninə görə öz işinə. Bu maddi çəkinin onun sağlamlığına dəxli ola bilər. Amma o məsələlər ki var, əsas onun maddi çəkisi deyil. Bu maddi çəkisi özünə görədir. Bizim bir də var mənəvi çəkimiz. Xanım Fatimə-i Zəhra öz sözlərində baxın bizə, indi oxuyacağım o sözü, deyəcəyim, izah edəcəyim. Bizə bunu izah edir ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən sonra çaşan səhabələrin, onun evinə hücum eləyən kişilərin ruhi çəkiləri çox yüngülüdür. Mənəvi boşluqları vardı. Baxmayaraq ki, səhabə idilər. İnsanın mənəvi çəkisi yüngül olanda o insan nədir? Tez çaşa bilir. Amma mənəvi çəki ağır olanda insan sabit qədəm olur. Nə üçün bunlar çaşdılar? Zəhra bir cümlə ilə indi oxuyacağım onun sözünü. Deyir bizə ki, şeytan onları ona görə aldatdı ki, onları yüngül gördü. Onların mənəvi aləmlərini puç gördü. Çağıran kimi şeytanın qucağına atlandılar onlar. Baxın, əziz qardaşlar, Allah Qur'an-ı Kərimdə də bəzi insanlardan danışır. Mən bu mənəvi çəki ki deyirəm. Bu Qur'an-ı Kərimdə ayədir. Mən sizin üçün Qur'an-ı Kərimin Kəhf surəsinin 105-ci ayəsini oxuyuram. Buna qulaq asın. Allah deyir, Ulaikəl-ləzīne kəfəru bi ayati rabbihim. O şəxslər ki, Rəblərinin ayələrini inkar etdilər, küfr elədilər də. Və liqaihi və onunla qarşılayacaqları günü inkar elədilər. Həm Allahlarını, həm də qiyamət gününü inkar elədilər. Fəhabitət a'maluhum. Buna görə də bütün əməlləri onların boşa çıxıb. Fəla nuqimu ləhum yevməl qiyaməti vəzna.
Biz qiyamət günü onlara heç bir əhəmiyyət və dəyər verməyəcəyik. Vəzn kəlməsi çəkidir. Yəni qiyamət günündə o şəxslər ki, Allahın ayələrini inkar eləyiblər, küfr eləyiblər, Allahla görüşəcəkləri günü unudublar. Onların bütün əməlləri puçdur. Qiyamət günündə də Allah yanında onların heç bir çəkisi, yəni dəyəri olmayacaq. Yəni ayə bizə nə demək istəyir? Onlar hansı insanlardılar? Onlar mənəvi cəhətdən boş və yüngül olan insanlardılar. Onlar ruhi çəkiləri yüngül olan insanlardılar. Özləri 100 kilo olsalar da belə, 120 kilo da olsa belə, böyük cüssəli olsa da belə, ruhani aləmi, ruhu onun heç nədir. Allah deyir, bəzi insanların ruhi çəkiləri olmadığı üçün tez büdürüyürlər. Gözəl bir hədis var. Bəlkə də mən bir neçə dəfə bunu demişəm, mənə eşitmişsiniz. Həzrəti Əli əleyhissalatu vesselam insanları 3 yerə bölür. Bütün insanlar, bizə də şamildir. Deyir, Ən-nasu səlath, insanlar 3 qrupdan ibarətdir. Bütün insanlar, Adəmdən Xatəmə və bu günə qədər. Kimlərdir o 3 qrup? Deyir, fəalimun Rəbbani. Birinci qism insanlar, Rəbbani alimlər. Yəni Allahın elmi ilə yaşayan bilikli şəxslər. Allahdan ilahi elmi əxz eləyib, öyrənib, öz həyatlarını ona görə quran insanlar, alimlər. O Rəbbani alimlərin də ən bariz nümunəsi bizim imamlarımızdır. Ondan sonra da Əhl-i Beyt yolunu davam etdirən alimlərdir. Onlar Rəbbani alimlərdir. Yəni biz bu qrupa şamil deyilik. İkinci, Həzrəti Əli deyir, və mütəallimun ala səbili nəcat, xilas yolunda olan öyrənən insanlar, haqqı axtaran insanlar, elm ardınca gedən insanlar. Sabah qiyamət günündə Allaha hesab kitab verəcəyik deyə axtarışda olanlar. Yəni bizim də bir qrup insanlarımız bizə şamildir. Yəni Allahdan qorxan, öyrənmək istəyən, haqqı batildən bilən insanlar. Bu ikinci qrup insanlar. Üçüncü qrup insanlar kimdir? Həzrəti Əli deyir, və həməcun ri'a ətba'u kulli na'iqin yemiluna ma'a kulli rihin ləm yəstəzi'u binuril ilm və ləm yəlcəu ilə ruknin vəthiq. Üçüncü qrup insanlar həqiqətən çox təhlükəli insanlardır. Onlar kimlərdir? Deyir, üçüncü qrup insanlar qarışıq, bihuş kütlə, ağlı olmayan kütlə, mərifəti elmi olmayan kütlə, cahil kütlə, hər səsləyənə uyan, Həzrət Əlinin sözü, hər çağırana uyan, hər çağırışa aldanıb gedən, hər əsən küləklə yolunu dəyişən, Əlinin vəsfinə bax, hər əsən küləklə yolunu dəyişən, nə elmin nurundan işi qalmış, nə də möhkəm dayağa sığınmış kəslərdilər bunlar. Elmdən, arxalarında möhkəm bir qayaya sığınmayıb, külək haya nəsir, onlar da o haya nəsirlər. Külək hansı insanları tərpədir? Mənəvi mənada. Ruhi yüngül olan insanlar. Mənəvi cəhətdən çəkisinə fərqi yoxdur. Mənəvi cəhətdən ruhani aləmlərinə olan, bərbad olan insanlar. Bunlar nədir? Çəkisi olmayan insanlar tez darmadağın olurlar. Külək onları tez hər istəyir, çırpır o tərəfə, çırpır bu tərəfə. Kim onları çağırır, o tərəfə gedirlər. Mən bir nümunəni həmişə deyirəm, siz hamınız burada şahidsiniz. Allah rəhmət eləsin Muxtar Səqəfi, onun ruhuna bir salavat ehsan eləyir. Biz o zamanı görməsək də Muxtar Səqəfinin kinosuna hamınız baxmışsınız da siz. Canlandırıblar. Siz görürsünüz Küfə əhli nə qədər onlarda vali dəyişikliyi olur. Fikir vermişsiniz ora. Hər vali gəlir, 2 cümlə deyir, hamı ağlayır. Yaxşı üçün də ağlayırlar, pis üçün də ağlayırlar. Bax, külək hayana əsir, o yana əsirlər. Bunlardır bihuş insanlar. Bunlardır yolunu azan insanlar, bilməyən insanlar. Elmin nurundan bir xəbər olan insanlar. Lazım gəlsə imamını satan insanlar, öz əqidəsinə xəyanət edən insanlar. Bu insanların ruhu nədir? Ruhu çəkisi yoxdur, yüngüldürlər bunlar. Həzrət Əli əleyhissalatu vesselam baxın,
Yine güzel bir hadistir, buna kulak asın. Hakikaten eşitmeli sözdür. Burada insanın ruhani aleminin, ruh aleminin ağırlaşması için, onun çəkisi olması için, abad olması için insanın elmə, mərifətə ehtiyacı var. Qeyb aləmi ilə rabitəsinin gücləndirməsinə ehtiyacı var. Nə qədər sənin Allahla rabitən güclüdürsə, sənin ruhi çəkin ağırdır. Səni heç bir külək yerindən, heç bir dağ yerindən səni tərpədə bilməz. Nə qədər sənin əqidən möhkəmdirsə, səni heç kim nədir sarsılda bilməz. Biz tarixdə görürük, mən dəfələrlə bu nümunələri, həmişə fəxrlə biz bunları deyirik. Hücr ibn Üdey kimi şəxsiyyətlər ki, Həzrəti Əlinin vilayətini müdafiə eləmək üçün özünü və balalarını gözün qıpmadan verdi. Belədir. Bunu həmişə deyirəm. Bəlkə də deyirsiniz ki, təkrardır, amma bu kişilər təkrarlanmalıdır ki, bizim gənclərimizin yadında qalsın. Hücr ibn Üdeyi tutub öldürəndə son istəyi nə idi? Hər kəs ölüm hökmü veriləndə son istəyi icra olunur. Sənin son hökm istəyin nədir? Hücrün istəyinə baxın. Həzrət Əlinin silahdaşı oldu. Deyir, sizdən bir xahişim var ki, burada tutduğunuz adamların içində mənim övladlarım var. Onları məndən qabaq öldürün, mənim gözümün qabağında. Burada ki, sən nə vəhşi adamsan. Ata da öz oğlunun ölümünü istəyər. Siz məni dərk eləməzsiniz. Mən atayam, onlar övlad. Əgər məni onların gözünün qabağında öldürsüz, onlar qorxarlar, Əlinin vilayətindən keçərlər, satarlar. Əhsən belə kişiyə. Belə kişini dağ kimidir, onu külək tərpətməz onu. Oğlumun ölümünü gözümlə görüm ki, sabah mən özü ağ bu dünyadan köçüb gedim, deyim, ilahi pərverdigarım, mən bu dində, bu əqidədə, Əlinin eşqində bir övlad yetişdirdim və gözüm nə qədər açıq idi, nədir? Elə də onları təhvil verdim sənə. Fikir verirsiniz bu kişilərə. Amma bəzi kişilər var, ruhları çox yüngüldür. Bir gün buradadır, bir gün oradadır. Əmr ibn el-As kimi kişilər ki var, deyir, nədir? Həzrəti Əlinin arxasında namaz qılmaq yaxşıdır. Əli mömin kişidir. Muaviyyənin süfrəsi yağlıdır, onunla yemək yaxşıdır. Gedib orada yemək yirdi. Amma bunlar ki, döyüşəndə təpənin üstündə qalıb tamaşa eləmək daha yaxşıdır. Hiləgər adamdır, hər yerini bilirdi. Çox hiləgərdir. Külək əsirdir. Bir gün Əlinin yanındaydı, bir gün Muaviyyənin dava vaxtı da nədir? Haqla batil. Üz-üzə qalanda o isə nədir? Qalırdı, tamaşa edirdi hiləgər kimi. Bu rivayətə qulaq asın Həzrəti Əli əleyhissalatu vəssalamdan. Qardaşlar, Həzrəti Əli əleyhissalatu vəssalam deyir, Əl-mütəabbidu alə qeyri fiqhin kəhimari tahunə yəduru və la yəbrah. Deyir, elmsiz, fiqsiz, dərrakəsiz ibadət eləyən, diqqət edin, söhbət namazda deyir ki, elmsiz, dərrakəsiz ibadət eləyən dəyirman daşını fırradan uzun qulaq kimidir. Fırranar bir yerə çatmaz. Təşbihə baxın siz Allah. O dəyirmanı qabaq o bir dənə uzun qulağa nədir? Zöngürov eləyərdilər də fırranardı ki, o dəyirman fırransın da, o fırradardı. O elə bilir ki, öz aləmində indi o yazıq heyvan yol gedir. Hə gedir, çata bilmir, fırlanır axı bu. Deyir, elmsiz, dərrakəsiz ibadət eləyən də haman o dəyirman daşını fırradan uzun qulaq kimidir. Fırranar, gedər, yol bitməz, heç yerə də çatmaz. Sözü gördünüz. Yəni elmi olmayanın, dərrakəsi olmayanın, mənəvi aləmi, mərifəti olmayanın, qeyb aləmi ilə rabitəsi güclü olmayan insanın çəkisi olmaz, yüngül olar o. Ruh aləmi, onun bədəni ağır olsa da ruhu çox yüngül olar. Rivayətin dalına baxın, arxasına baxın. Deyir, وَرَكَعَتَانِ مِنْ عَالِمٍ خَيْرٌ مِنْ سَبْعِينَ رَكْعَ مِنْ cahil. Alimin qıldığı 2 rükət namaz, cahilin qıldığı 70 rükət namazdan üstündür. Niyə? Çünki cahil, haman uzun qulaq kimi fırlanır, bilmir nə eləyir. Alim isə bilir. Amma Həzrət Əli daha da dərin izah edir. Deyir, لِأَنَّ الْعَالِمَ tə'tihil fitnətu fəyəxrucu minha bi'ilmihi. Çünki deyir, alim fitnə ona tərəf gələndə öz elmi ilə o fitnədən çıxmağı bacarır.
Və tə'til cahilə fətənsifuhu nəsfa. Amma cahilə fitnə gələndə, üz verəndə cahili darmadağın eləyir. Bilmir axı. Sabit qədəmliyi yoxdur. Tez yolunu azır. Biz bu günləri öz cəmiyyətimizdə də deyirik. Filan kəs nə oldu ya? Çaşdı, yolunu azdı. Axı bu əhl-i-beyt əqidəsində idi. Getdi indi başqa yerdədir. Bunlara görə biz narahat oluruq. Qardaş, onun ruhu ilə yüngül olub o. Cahil olub o. Onun yeri elə orada olub. Yerini səhv salıb, burada biraz fırlanıb, sonra o gedib ora. Ona görə əziz qardaşlar, baxın bu rivayətin sonunda Həzrəti Əli əleyhissalatu vesselam nə deyir? Deyir: "Və qalilul amali ma'a kathiril ilm xeyrun min kathiril amali ma'a qalilil ilmi veşşekki veşşubha." Deyir, çox elmlə az əməl, çox elmlə az əməl, çox əməldən az elmli ola çox əməl eləməkdən, şək şübhə ilə əməl eləməkdən daha yaxşıdır. Az əməl eləyirsən, amma elmlə eləyirsən, dərrakə ilə eləyirsən. Bu nədən üstündür? Elmsiz və yaxud az elm və dərrakə ilə çox uzun uzadı qıldığın namazdan da, elədiyin əməllərdən də, şəkdən, şübhə ilə elədiyin işlərdən çox üstündür. Az, bizdə deyərlər, az elə, amma işin elədiyin o iş nə olsun? Saz olsun. Yəni elmlə olsun. Biləsən ki, nə edirsən. Əziz qardaşlar, demək bu suala cavab üçün hələ bu cavab əsnasında nə başa düşdük? Nə üçün o səhabələr öz yollarını azdılar? Cavab, çünki onların ruhları nə idi? Çox yüngül idilər. Külək onları nə elədi? Əsdi, bu divardan o divara vurdu. Qoy xanım Zəhranın sözlərini deyim, onun məclisindəyik. Xanım Zəhra özü Fədəkiyyə xütbəsində gözəl sözlərlə Peyğəmbərdən sonra onun səhabələri nə üçün azdılar, onu bizə izah edir. Diqqət edin, qardaşlar. Seyyidə Zəhra salamullahi aleyhi nə gözəl sözlər deyib. Deyir, fəətla'əş-şeytanu rə'səhu min məğrizihi hatifən bikum. فألفاكم لدعوته مستجيبين وللغرة فيه ملاحظين ثم استنهضكم فوجدكم خفافا وأحمشكم فألفاكم غضابا فوسمتم غير إبلكم وأوردتم غير مشربكم. Bu Fədəkiyyə xütbəsində Zəhranın sözləri görün nə deyir? Tərcüməsini deyirəm sizə. Deyir, şeytan başını yuvasından çıxartdı. Ey Mədinə cəmaatı. Peyğəmbər gedən kimi, Peyğəmbər vəfatından sonra şeytan başını yuvasından çıxartdı. Sizə səsləndi. Siz isə onun çağırışına cavab verdiniz. O sizi aldadıcı parıltılarla cəlb etdi. Gözünüzü qamaşdırdı bəzi zinətlərlə. Siz də ona aldanaraq baxdınız, getdiniz onun arxasıydı. Sonra sizi ayağa qalxmağa çağırdı və sizi hazır, yüngül, tez hərəkət edən gördü. Nə gördü sizi? Yüngül. Yəni sizin ruhi, daxili aləmiz çox yüngül idi. Çağırdı sizdən istifadə eləməyə, tez qaçdınız onun yanına. Qəzəbləndirdi sizi və sizi qəzəb içində tapdı. Sizi biraz qəzəbləndirdi, görmələ qəzəblənirsiniz, çıxdınız özünüzdən. Nəticədə öz dəvənizə deyil, bu təşbihdir. Nəticədə öz dəvənizə deyil, özgəsinin dəvəsinə qamçı vurdunuz. Zülm elədiniz də yəni. Və öz su bulağınıza deyil, özgələrinin su mənbəyinə girdiniz. Yerinizi bilmədiniz. Yer sizin gördü. Sözü görürsünüz. Xanım Zəhra salamullahi aleyha bu xütbə Fədakiyyədə bizə açıq aşkar onların ruh aləmlərinin yüngüllüyünə görə namaz qılsalar da, tanınmış səhabələr olsalar da belə mənəvi aləmlərinin yüngüllüyünə görə bərbad vəziyyətə qalmaqlarını bizə izah edir. Fikir verirsiniz buna? Əzizlər, insanın çəkisini, yenə də bax o suala qayıdıram. İnsanın çəkisini onun elmi, mərifəti və qeyb aləmi ilə əlaqəsi təyin eləyir. Nə qədər sənin rabitən güclü olsa, bir o qədər çəkin nədir? Ruh çəkin daha çox olar. Allah rəhmət eləsin Şeyx Ənsarını, onun ruhuna bir salavat ehsan eləyir.
Şeyx Ənsari, Şeyxül Əzam deyir, yuxuda bir dəfə nəql edirlər şeyxdən, şeytanı görürdür. Şeytan gəlir, şeytanın əlində qalın zəncir, nazik zəncir, kəndir, nazik biraz sap, ip, iynənin ipi kimi cürbəcür belə formada zəncirlərlə, kəndirlərlə gəlir. Deyir, şeyx sual verdim ona ki, bunlar nədir? Deyir ki, bu kəndirlər, hər insanın özünə görə kəndir var. Bəzi insanlar var, imanları çox güclüdür, onları tapmaq olmur, onları zəncirlə çəkirəm. Bəzi insanlar var, onlara nədir, zəncirlə əziyyətə salmıram özümü, kəndirlə çəkirəm. Bəzilərinin bu nazik iynə falan, bəzilərinin bu iynə saplanmış, o sap var, belə nazik sap. Elə onlara işarə, bəzilərinə işarə edirəm, gəlirlər. Bütün bu təbəqələr nə deməkdir? Yəni, insanın ruh aləminə görə onun ağırlığı, yüngüllüyü nədir? Təyin olunur, şeytan da onun yanına gələndə ona görə tədbir görür. Ona görə tədbir görür. Bizim bu günləri, indi bu şeylərə düşməyək deyə, biz də yaşadığımız dövrdə çaşmayaq deyə, ruh aləmimizi biraz möhkəmləndirək, çəkimizi, ruhani çəkimizi biraz artıraq deyə, bizi elm, mərifət və nə eləməliyik? Allahla bağlılığımızı nə eləməliyik? Artırmalıyıq. Nə qədər insanın qeyb aləmi ilə rabitəsi yüksək olsa, nə qədər elmi mərifəti yüksək olsa, bir o qədər o çəkili, ağır insan olar. Onu heç kim dəyişə bilməz. Və bir o qədər də Allahın xüsusi lütfi, inayəti ona şamil olar. Yəni, bəzi ayələri mən oxuyum sizə. Ayələr çoxdur, mən istəmirəm hamısını oxuyum. Vaxt geçsin. Allah subhanahu və teala görün nə deyir? Deyir İbrahim surəsinin 27-ci ayəsində. Yuthabbitullahul-lezine amanu bil-qawli-thabit fil-hayatid-dunya və fil-akhirah və yudillullahu-z-zalimin və yef'alullahu ma yasha. Deyir, Allah iman gətirənləri möhkəm bir sözlə dünya həyatında da, ahirətdə də möhkəmləndirir. Kimləri möhkəmləndirir? Allah iman gətirənlər. Həqiqi iman gətirənləri Allah qoruyar, həm dünyada onları möhkəm qərar verər və həm də ahirətdə möhkəm qərar. Onlar sürüşməz olarlar. Onlar sabit qədəm olarlar. Yəni Allah müdaxilə edir səni qorumağa. Sənə cürət verər, sənə iman verər, sənə qeyrət verər. Nə vaxt? O vaxt ki, sənin onunla rabitən güclü olsun. Bu bir ayə, ayənin ardından işim yoxdur. Başqa bir ayədə Allah nə deyir? Allah deyir, وَاتَّقُوا وَيُعَلِّمُكُمُ اللّٰهِ وَاللّٰهُ بِكُلِّ شَيْءٍ عَلِيمٍ. Bəqərə surəsinin 282-ci ayəsi. Quran-ı Kərimin ən uzun ayəsidir, onun sonundadır bu. 282 Bəqərə. Deyir, Allahdan qorxun. Allah ehtiyacınız olan şeyləri sizə öyrədər. Allah bütün işləri biləndir. Yəni, təqvalı ol, rabitən güclü olsun Allahla, Allah bilmədiklərini sənə nə eləyər? Öyrədər. Başqa bir ayəyə baxın. Ənfal surəsinin 29-cu ayəsi. Ya eyyuhəl-ləzīnə amanu in təttəqullah yec'al ləkum furqana. Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, təqvalı olsanız, o sizə haqla nahaqqı ayırt edən bir nur verər. Dünyada və ahirətdə sizə çıxış yolu göstərər. Sən haqqı batildən ayıra bilərsən. Əgər təqvalı olsan, əgər Allahla rabitən nə olsa, güclü olsa. Həc surəsinin 38-ci ayəsinə baxın nə deyir? İnnallaha yudafi'u anillezine amanu innallaha la yuhibbu kulla xavvanin kafur. Deyir, şübhəsiz ki, Allah iman gətirənləri nə edir? Qoruyur. Onların müdafiəsinə özü qalxır. Qoymur, sən əziyyətə düşəsən. Həqiqətən Allah heç bir nanköru və xaini sevməz. Əziz qardaşlar, burada bütün bunlar nədir? Bu ayələr bizə deyir ki, sən öz ruhunu ağırlaşdırmaq üçün, ruhi çəkivi artırmaq üçün sən Allahla rabitədə olmalısan. Qeyb aləmi ilə sıx əlaqədə olmalısan. Elmin, mərifətin yüksəlməlidir. Mən sözümü konkretləşdirmək istəyirəm, bir rivayət də oxuyuram sizin üçün. Ubeyd ibn Hilal deyir, mən İmam Rıza aleyhissalatu vesselam'dan eşitdim bu sözü. İmam Rıza belə deyirdi.
Deyir, inni uhibbu an yakunal mu'minu muhaddasan. Deyir, mən istəyirəm ki, imam deyir. İstəyirəm ki, mömin mühəddəs, yəni Allah tərəfindən ona ilham olunsun. Müəyyən məlumatları ilahi tərəfdən alan olsun. Mömin belə olsun ki, naçar qalmasın. Hər bir şey ki istəyir, Allah onun qəlbinə onu salsın. Peyğəmbərə vəhiy gəlir də, belə deyir. Amma imamdır, Allah vəliləridir, Allah onlara ilham eləyir. İmam Rıza aleyhissalatü vesselam deyir, mən istəyirəm ki, mömin insanlar da bu dərəcədə olsunlar. Necə olsunlar? Elə olsunlar ki, Allah onlara ilham eləsin, Allah onlarla danışsın, onların qəlbinə bilmədiklərini eləsin, salsın. Deyir, dedim, imama dedim ki, mömin bu cür ola bilər. Bir imam cavabında mənə dedi ki, dedim, yəni bu nə deməkdir? İmam buyurdu ki, yəni o hər şeyi başa düşsün. Hər şeyi anlasın, bilsin. Əgər o hər şeyi anlayır, bilirsə, hər şeyin açıqlamasını Allah onun ürəyinə salırsa, deməklə o ilhamlanmış, ilham ona gələn, ona qeyb aləmindən məlumat gələn bir şəxs kimidir də bu. Allah mömini belə istəyir. Deyir ki, mömin o qədər ucalmalıdır ki, o səviyyəni əldə eləməlidir. Bizim ustadlardan biri Şəhid Məhəmməd Baqir Sədr bizim böyük alimlərimizdən olub. Allah onu rəhmət eləsin, onun ruhuna bir salavat ehsan eləyək. Ustad özü müctəhiddir, öz ustadı müctəhiddən nəql eləyir. Deyir, mən həmişə gecə bizim ustadımız qeyri-adi istedada, savada malik olan bir insanıdır. Mən gecə səhərə kimi hazırlaşırdım ki, onu dolaşdıran suallar verim öz müəllimimə ki, o mənim sualıma cavab verə bilməz. Bilirdim bu alicənab savadlı insandır. Deyirdim ki, məsələn, mən ona belə bir irad gətirsəm, o mənə belə cavab verər, onu da hazırlayırdım, mən ona nə deyəcəyim. Deyir, səhərə kimi 5 dənə, 6 dənə çox çətin suallar hazırlayırdım. Gedirdim, səhər çıxırdım Məhəmməd Baqir Sədrin qabağına, otururdum, sual verirdim ona. Mən sual verirdim, başqa cavab gözləyirəm axı ondan. O mənə elə cavab verirdi ki, mənim gecə bütün hazırladıqlarım bu söz gedirdi. Deyirdim, ağa, sən gecə bu cavabları bilirdim, mən sənə nə sual verirəm, hazırlamırsan bunları. Deyirdi, and olsun Allaha Seyyid, heç nə hazırlamamışam. Sənə diqqətlə qulaq açıram və heç bilmirəm sən nə deyirsən. Sən sualı bitirən kimi onun cavabını Allah mənə verir. Elə bilirəm ki, nədir? Elə bilirəm ki, o cavab mənim beynimə gəldi. Dediklərimi sənə özümdən demirəm. Vallahi gecə bilmirdim sən məndən nə soruşacaqsan. Heç bunu hazırlamamışam da. Deyir, çünki mən baxırdım ki, yəni normal nə qədər də alim olsa, bunun cavabı nədir? Belə ani verilə bilməz, gərək fikirləşsin. Amma bu ani verirdi. Bir gün də ondan soruşdum ki, Seyyid, axı sən riyaziyyat üzrə mütəxəssis deyilsən. Sən riyaziyyat elmini oxumamısan, sən bu dünya elmlərini oxumamısan. Biz hövzə elmlərini oxuyuruq, bizdə fiqh keçirlər, usul keçirlər, elm keçirlər, Quran keçirlər. Sən bir kitab yazmışsan, başdan ayağa riyaziyyatdır. Riyaziyyatı sonradan oxumusan hardasa. Bizim xəbərimiz yoxdur. Deyir, mənə belə cavab verir. And olsun Allaha. Çıxırdım, deyir, evin damına, açıq belə yerə, evin damına, qalırdım orada. Qələmi götürürdüm, fikirləşirdim, başlayırdım yazmağa. Mən nə riyaziyyat oxumuşam, nə bir şey. Bu günləri elə bir kitab yazıb, məntiq kitabı. Başdan ayağa riyazi düsturlardır. Bu adam deyir, mən heç vaxt riyaziyyat dərsi oxumam. Yəni, məktəbdə oxumuşam, yəni mütəxəssis deyiləm bu sahədə. Necə bu səviyyəyə çatıb? Allahla rabitəsi güclü olub. Əhl-i Beytlə rabitəsi güclü olub. Deyir, bu hadisəni nəql edirəm, gələn məqsədə. Deyir, Seyyid Məhəmməd Baqir, Allahın ruhunu şahid eləsin, böyük alim olub. Deyir, Seyyid Məhəmməd Baqir günlərin birində evində yatıb yorğundur. Hər gün günorta çağı qardaşı nəql edirdi. Çıxıb gedərdi, 1 saat, 2 saat harasa gedərdi, gələrdi. Haman günü gördük ki, günorta vaxtıdır, bu yatıb, evdə gedməyib. Bir qapı döyüldü. Çıxdım, gördüm, bizim tanıdığımız bu alimlərdən biridir. Qapını döydü, deyir, Seyyid Məhəmməd hardadır? Dedim ki, Seyyid Məhəmməd, bilmirəm, yatıb evdə. Deyir, Həzrəti Əli əleyhissalatu vesselam dedi ki, Seyyid Məhəmməd Baqir bugün nə üçün gəlməyib? Mən yuxuda yatmışdım, mən də evdə yatmışdım. Yuxuda gördüm ki, Həzrəti Əli əleyhissalam mənə deyir ki, dur get, soruş ki, Seyyid Məhəmməd Baqir bugün nə üçün gəlməyib? Fikir verirsiniz, nəzəfdə olub da. Deyir, bu çıxdı, getdi, dedim, yatıb oyanar deyərəm. Dedim, durdu ayağa, dedim, qardaş, sən başıma dönüm, sən hər gün gedirsən günorta çağı, hara gedirsən? Deyir, heç nə, kitablarımı götürürəm, gedirəm, otururam, düz Həzrəti Əlinin zərihinin yanında. Dərsi danışıram ona.
Elə bil canlı mənim qabağımda oturub. Danışıram ondan, danışıram, fikirləşirəm. Elə bil ki, onu hiss edirəm ki, Həzrəti Əlidən ilham alıram. Öyrənirəm, müştəri olub da. Öyrənirəm, gəlirəm. Deyir, hə, indi başa düşdüm. Bugün gelməmisən, dərsdən qayıb olmusan. Həzrəti Əli sənin dalınca xəbər göndərib ki, hardadır. Fikir verirsiniz bu insanlar necə olurlar. Bu günləri bizim imamla, Allahla, Peyğəmbərlə rabitəmiz güclü olsa, biz öz ruhani aləmimizi abad eləyərik. Hər küləkdə yıxılmarıq, büdrəmərik, çaşmarıq. Sahabələr nə üçün çaşdı? Çünki ruh aləmləri nə idi? Çox zəif idi. Uhudda dünyaya görə Peyğəmbəri təhlükəyə atan insan Peyğəmbərdən sonra onun evinə hücum eləməz. Ona görə əziz qardaşlar, o boşluq o qədər dərin idi bəzilərində. Evə hücum olunan zaman dedilər ki, İnnə fiddari Fatimə. Kişilər, siz gedirsiniz, o evə hücum edəcəksiniz, yandıracaqsınız o qapını. O evdə demədilər Həzrəti Əli var. Demədilər başqaları var. Həsən var, Hüseyin var. O evdə Fatimə var. Bu söz özü dərin bir sözüdür. Bu söz özü ora, o evi, o qapını yandırmağa gələnlərə böyük bir mesaj idi. Nədir yəni o evdə Fatimə var? Yəni o evdə belə bir şəxs var ki, sən bilirsən ki, Peyğəmbər deyərdi ki, o məndən bir parçadır. Peyğəmbər deyərdi ki, o mənim ruhumdur. Peyğəmbər deyərdi ki, ona əziyyət edən mənə əziyyət edeyim. Peyğəmbər deyərdi ki, onun razılığı Allahın razılığıdır. Yəni, bütün bu mənaları bu sözlə, bu cümlə ilə ifadə elədi. İnnə fiddari Fatimə. Sən evi yandırmaq istəyirsən. Sən hansı evə hücum edirsən? O evdə Fatimə var. Cavab nə oldu? Və evdə Fatimə olsa nə olacaq ki? Olsun da Fatimə evdə. Gör, nə qədər ruh aləm yüngüldür, çəki yoxdur. Bu qədər Peyğəmbər sözlərini bir tərəfə qoydu. Ona görə də əziz qardaşlar, vəhyin evinə namərcəsinə hücumlar oldu. O gün Həzrəti xanım Fatimə-i Zəhra salamullahi aleyhanı qapı ilə divar arasında qoydular. Uşağını düşürdülər. Mismar sinəsinə batdı. Evində ta bu günlərə qədər yaralı yatdı. Bu günlər onun şəhadət günləridir. Əsma nəql eləyir, deyir. Xanım Zəhra uşaqları da göndərdi. Həzrəti Əli də məsciddə idi. Gəldi mənə dedi ki, Əsma, mən otağa girirəm. Mənim zikir vaxtımdır, Quran oxumaq vaxtımdır. Allaha münacət edirəm. Nə qədər ki, səsim gəlir, bil ki, mən həyatdayam. Səsim kəsilən kimi bil ki, artıq mən Allahın əmanətini ona təhvil vermişəm. Bir xanım girdi otağa, mənim ürəyim başladı əsməyə. Bu söz ki, eşitdim Zəhraya, mənə dedi ki, mən girirəm otağa, səsim kəsildi. Yəni, mən dünyaya vida eləmişəm, şəhid olmuşam. Deyir, ürəyim əsə-əsə, bədənim əsə-əsə, qapının ağzında oturmuşam, gözləyirəm. Xanım içəridə qulaq asıram, görürəm, Quran oxuyur. Görürəm, ilahi, dua eləyir. Deyirəm, şükür, hələ xanım sağdır. Biraz səsi yüngül, kəsilən kimi tez uca səslə çağırıram, ya Fatimə. Fatimə, xanım, mənə səs verir ki, hələ yaxşıyam. Mənə deyib ki, mən içəridəyəm, girmə içəriyə. Deyir, biraz keçdi, xanımın səsi kəsildi. Qapının arxasından çağırdım, ya Fatimə-tü Zəhra. Ay Fatimə, ay Peyğəmbərin qızı. Cavab vermədi. İçəri gördüm ilahi pərverdigara xanım üzü qibləyə ayaqlarını uzadıb, əllərini uzadıb, öz üzünü də öz əli ilə örtüb. Üzündən örtüyü çəkdim, uca səslə dedim, ay Peyğəmbərin əziz qızı, səs vermədi. Sonra uca səslə dedim, ay Əlinin həmdəmi, səs vermədi. Dedim, bəlkə bu suala cavab verər. Dedim, ay Həsənin anası, yenə cavab vermədi. Sonra yana dedim, ay Hüseynin nənəsi, yenə cavab gəlmədi. Tez deyir, bildim ki, xanım dünyanı vida eləyib, qapını bağladım, çıxdım. Dedim, indi Həsən və Hüseynin gələn vaxtıdır, gələrlər, analarını bu halda görməsinlər. Deyir, mən qapıdan çıxdım, qapını bağladım, bir də gördüm ki, Həsənlə Hüseyn gəlir.
Gələn kimi də adətləri belə idi ki, tez analarının yanına gedərdilər. Qarşılarını aldım, dedim, mənim balalarım, getməyin. Ananız narahatdır, yatıb. Mənə dedilər ki, Əsma, bu nə sözdür? Bu bizim anamızın yatan vaxtı deyil. Bizim anamız bu vaxtları zikr eləyərdi, Quran oxuyardı. Nə yatmaq? Deyir, istədim ki, qarşılarını alın, mənim balalarım, gəlin sizin üçün yemək qoyum. Zəhra narahatdır, getməyin. Dedilər ki, İmam Hüseyin baxdı mənə, Hüseyin dedi, Əsma, sən nə vaxt görmüsən ki, mən anam olmadan yemək yiyim? Deyir, qapını açdı, Hüseyin girdi, gördülər ki, analarının ruhsuz cənazələri üzü qibləyə uzanıb. Deyir, İmam Həsən gəldi, xanım Zəhranın başının tərəfində oturdu. Həzrəti İmam Hüseyin əleyhissalatu vəssalam ayaq tərəfində oturdu. Həsən onun üzünü öpürdü, deyirdi, ana Zəhra, mən sənin Həsəninəm, mənə cavab ver. Deyir, İmam Hüseyin əleyhissalatu vəssalam onun ayağından öpürdü. Zəhra, ana, mən sənin əziz balan Hüseynəm, mənə cavab ver. Zəhradan cavab almayan təqdirdə Əsma deyir, iki bala da belə xof, qorxu içində üz tutdular küçəyə, qaçdılar məscidə, deyir, haray həşir, çəkə-çəkə. Uca səslən deyirdilər, ay Mədinə cəmaatı, bizim anamız öldü. Peyğəmbərin qızı öldü. Gəldilər, deyir, Peyğəmbərin məscidində Həzrəti Əli ilə üz-üzə gəldilər. Həzrəti Əli çıxdı, mənim balalarım, bu nə haldır, nə olub? Dedi, ata, anamız öldü. Sənin həmdəmin öldü. Deyirlər, Həzrəti Əli əleyhissalam bu sözü eşidəndə rivayət deyir, özündən getdi. Balaları götürdü, ağlaya-ağlaya Əli gəldi, qapını açdı. Təsəvvür edin, Əli qapını açır, xanım Zəhranın ruhsuz cənazəsini o halda görür. Deyir, qapını bağladı, öz dizlərini qucaqladı, öz başını qoydu dizlərinin arasına, başladı ağlamağa. Gəldim, dedim ki, ya Əli, sən bizə səbr dərsi verən şəxsən nə üçün ağlayırsan? Dedi, məni qınamayın. Zəhranın müsibətində Əlinin səbri aradan getdi. Əla la'natullahi aləl qavmi zalimin. Fəsəyələmullezine zalamu eyyəmun qalabin yənqalibun vəl-aqibətu lil-muttəqin.